Bu günlər isə fırfır badımcanın hazırlanma qaydasını göstərməyə çalışırıq. Bunu bu qayda. Bu badımcanı pişirilir. İstədiyiniz razmerdə ala bilərsiniz. Yəni. Bu vəziyyətdə elədikdən sonra bunu bir qabda tuzlu suya qoyacağıq. İstəsəz tuza da qoya bilərsiniz. Tuzlu suya da. Biz tuzlu suda istifadə edirik. Tuzumuzu qoyandan sonra tuzumuzu biraz rəhli vururuq. Bu acı suyu çıxması üçün tuzu. Tuzda da saxlama olur, amma tuzu qurandan sonra buna su əlavə edirik. Bu 10-15 dəqiqə bu vəziyyətdə üstə də bir şey, ağır bir şey qoyarsa daha yaxşı olar. 10-15 dəqiqə bu tuzlu suda qalmalıdır. Sudan çıxartdıqdan sonra sarfıqlıya bu sarfıqlıya qoymaqda səbəbimiz istəyən bunun suyunu çəkməlidir. Suyunu çəksin, tam bu şəkildə olmalıdır. Qardağı nişastasını bir qaba əlavə edirik. Kraxmalımızı bastıktan sonra badımcanlarımızı sapıqdan arasından su çəkilmiş şəkildə kraxmalımızı tavasına vurduq. Təxminən bunun içində 5 dəqiqə, 10 dəqiqə kimi saxlamaq lazımdır. Bu tam 5 dəqiqə saxlayasaq gəlir ki, bəs eləyirlər mi? 5-10 dəqiqə ərzində içində saxlanılmalıdır. Qaçdır. Tamam. Kraxmalımız belə bu şəkildə badımcanı üzərinə təxminən 5 dəqiqə saxladıqdan sonra bunu necə olacağını isə göstərəcəyik. Səbir ilə. Buna biz soğan edəcəyik. Sezonuna uyğun. Buna reyhan da qatmaq olar. Reyhanı vasitəsilə reyhan da istifadə edə bilərsiniz. Soğan, reyhan. Kişniş, göy soğan, bir də ki reyhan. Bunu biz suya qoyduqdan sonra bu boş vaxtlarımızda pandorumuzu doğrayırıq. Şəmşir pandoru. Pandorlarımızı bu qayda. Qavarımızı hazırlayırıq. Çaxı. Çaxı istəsəz istifadə edə bilərsiniz. Türk önünüzə keçən bir vasitədə istifadə etmək olar, eləmək olar. Və pandorumuzu pandorumuzun üstündən indi hazırladığımız göylərdən və tuz, əlbəttə ki, tuzu pandoru üstdən bir miqdarda tuz qoyduqdan sonra göylərimizi əlavə edirik. Bunlar isə bizim xırxırt badımcanımızın əsas məsələlərindən olan soslardır. Alma sirkəsi, şərabıdır. Bunlardan əldə edirsiniz. Belki sosu necə hazırlanmaq qaydasında isə göstərəcəyik. Şirin çirimizi qabaqda edirik. Buna əlavə bundan qabaqda edirik. Bir qədər şirin çirisini burada çox və nar şərab. Nar şərabımızı da əlavə edirik. Ondan sonra bir az
alma sirkəsi 1 kadın. Bunları əlavə etdikdən sonra bunları qarışdırmalıyıq. Karıştırdıktan sonra bir kaşık pirinci əlavə edirik bu forma. Zarlarımız bu formada kızdırılmış yağa. Yağı kızdırmak lazımdır ki bu formada 5-10 dəqiqə saxladıktan sonra xırx olması için kraxmalda saxlamaq lazımdır. Qardaq nişastasında. Qardaqda daha güzel olur. Təxminən gözünüz görərsiniz bu kızarandan sonra yenə də kızaranlarımızı sapıyıb salır, üstə yığırıq ki bunun artıq yağını qalmaq etsin. Bundakı səs eşitsiniz, xırxır. Və qızardığımız xırxır badımdan, qızarmış badımdanları bu aydada Ondan geçen de bir üstü yapar. 11'in sadrakta abi. Nasıl kaldı? Buhar aldı. Nerede o? Kalançay mı? 11'in bu ayda yığdıktan sonra bizim üzerine bu ayda da yığdıktan sonra bunun üstüne hazırlanmış sosumuzdan əlavə edirik. Sosumuzu əlavə 4 kaşık, 6 kaşık əlavə etdikdən sonra doğradığımız hazır göyümüzdən əlavə edirik. Ve küncük. Bunu da üstüne küncükümüzü yaptıktan sonra Türk badımcanımız hazırdır. Düş olsun. Sonra bu geri başla. Badımcanlarımız hazırdır. Düş olsun. Ben getireyim babam.